Klaster, boşluq və kənara çıxma. Eyni zamanda təcrübə ehtimal, nəzəri ehtimal. Bunları keçəcəyik. Bir də təcrübə ehtimalın istifadəsi. Deməli, birinci keçək klaster, boşluq və kənara çıxma. Məsələn, klaster nə deməkdir? Məlumatlar bəzən kiçik intervalda toplanır. Bu interval klaster adlanır. Yəni, ümumi interval klaster adlanır. Baxın, məsələn, tutaq ki, bir ədəd oxundum. Burada hər hansı bir rəqəmlərdir. Və bu rəqəmlərin içərisində tutaq ki, burada hər hansı bir rəqəmlər var. Nə bilim, burada 2 dənədir. Bu formada. Deməli, buradan bura kimi bu klaster adlanır. Yəni, bizə verilən rəqəmlər klaster adlanır. Məlumatın olmadığı interval boşluq adlanır. Yəni, məsələn, biri də buradadır, tutaq ki. 2 dənəlik buradadır. Məlumatın olmadığı hissə boşluq adlanır. Yəni, boşluq olan hissə boşluq adlanır. Belə deyək. Və bu hissə boşluq adlanır. Boşluq. Bu isə kənara çıxma adlanır. Kənara çıxma. Yəni, doğrudan da klaster rəqəmlərin olduğu hissədir. Boşluq, boşluğun olduğu hissədir. Kənarda göstərilən rəqəm isə kənara çıxma adlanır. Aydındır, mövzunun mahiyyətini bildik. Məsələn, şagirdlərin topladığı ballar klasterlərə görə tutaq ki, qiymətləndirilir. Nə bilim, 76 ilə 82 bal intervalında. Bu interval klasterdir. Yəni, bu hissə klasterdir. Sonra 93 ilə 81 intervalı boşluqdur, deyək. O həmin hissəyə boşluq deyirik. Bir də kənarda isə 92 bal qeyd olunub. Tutaq ki, burada 92 bal qeyd olunub. Bu da kənara çıxma adlanır. Burada bir sualı olan var. Məncə mövzunun adı elə mövzunu özünü açıqlayır. İndi isə təcrübə ehtimal nə deməkdir? Məsələn, təcrübə ehtimal təcrübənin təkrarlanan sınaqları əsasında tapılır. Tutaq ki, deyək, hadisə, məsələn, P-yə əvvəl verirdi, 7-ci şifrədə var idi. P hadisə bərabərdir. P hadisəni tapanda nə edirdik? Sınaqların ümumi sayını yazırdıq aşağıda. Sınaq sayı. Yazırdıq aşağıda. Yuxarıya nə yazırdıq? Əlverişli hadisənin baş verdiyi halları. Əlverişli hadisəni yuxarıda yazırdıq. Yəni, P hadisəsinin ehtimalını tapanda sınaqların ümumi sayını aşağı qeyd edirik. Əlverişli halları isə yuxarı qeyd eləmiş oluruq. Burada bu. Bu düstur məncə bizdə var idi. 7-ci sinifdən varımız idi bu düsturumuz. Sualı olan var bu hissəyə kimi. Tutaq ki, mənə bir bar qrafdır. Zəri 50 dəfə atılmasından alınan nəticələri əks etdirir. Məsələn, deyək ki, 10 dəfə rəqəmlərdirsə, 10 dəfə tutaq ki, 1, 5 dəfə 3, 9 dəfə 5 düşmüşdür. Burada əlverişli hallar nədir? 10 üstə 5, üstə 9, 24 dəfə. 24 dəfə tək ədəd düşmüşdür. Sınaqların sayı isə 50-dir. Deməli, 50-də 24. Mənim P ədədlərimin ehtimalıdır. İndi, ehtimallar olur nəzəri ehtimal. Məsələn, nəzəri ehtimal nədir? Biri var təcrübə ehtimal, bir də var nəzəri ehtimal. Bu hal-hazırda keçdiyimiz təcrübə ehtimalı idi. Nəzəri ehtimal isə, bunu sileyim. Nəzəri ehtimal isə, məsələn, təcrübə, müşahidə bu hadisələrə nəticələrir.
Yəni, bu hadisələrə əsaslanıb, hadisələrlə nəticələnir. Məsələn, P hadisəsinin ehtimalını tapanda əlverişli halları bölürük mümkün hallara. Tapırıq oradan nisbəti. Məsələn, əgər burada təsadüfi hadisənin baş vermə ehtimalının ədədi qiyməti 0-dan 1-ə qədər intervalda dəyişirsə, bu zaman onların cəmi də 1-ə bərabər olur. Yəni 0-la 1-in cəmi nəyə bərabər olacaq onsuz da? 1-ə bərabər olacaq. Sonra görək nədir? Var başqa cür nə? Məsələn, nəzəri ehtimalın istifadəsi. Nəzəri ehtimalın istifadəsi necədir? Məsələn, deyir ki, belə bir nümunə var ki, kitabda da çərxifərəş taxtasını fırladarkən 1000 manatlıq pul uduşu şansı 1/10-dir. Deyir, taxtanın üzərindəki 3 bölgüdə 1000 manatlıq uduş varsa, taxtanın cəmi neçə bölgüsü var? Bu bölgülərin ümumi sayını n qəbul edirik. Onda P priz, yəni P uduşların sayı bərabərdir. Ümumi uduşların sayına bölürük bütün hissələrin sayına. Bu da bərabərdir. 10/1-ə. Yəni 10/1 bərabərdir 3 bölünsün n-ə. Çünki 3 dənə hissədə 1000 var axı. Və hesabı da tapanda n bərabərdir 30. Yəni 30 dənəlik bölgüyə ayrılıb. Aydın oldu. Belə, sualı olan yoxdursa, dərsimizi bugünlük yekunlaşdıraq. Gələn dəfəyə 2 dənə mövzu, 3 dənə, 4 dənə mövzu keçəcək və 8 sinfi bitirəcək. Yoxdurmu sualın?